22 noyabr 2023-cü ildə Şərur rayon ticarət mərkəzində baş verən yanğın nəticəsində mən həmin ticarət mərkəzində dərzi fəaliyyəti ilə məşğul idim. Yanğın nəticəsində mənim bütün dərzi avadanlıqlarım və dərziyə aid olan bütün malzemələrim yanmışdır. Və bununla bağlı Şərur rayon prokurorluğunda ilkin istintaqa nəzərən mənə dəymiş zərər müəyyən olunmuşdur və sahibkar kimi, ziyan çəkən kimi siyahıya alınmışam. Şərur rayon ticarət mərkəzi bir mərtəbəli olan ticarət mərkəzi yandıqdan sonra 2 mərtəbə olaraq yenidən inşa olunmuşdur. Və bütün hər kəsə orada yer verilməsinə baxmayaraq mənə heç bir yer verilməmişdir işləməyimə. Və bazarın müdürü Məmmədov Qasım Müslümoğlu, mən ona desəm də yer ver, yenə yer verməmişdir. Halbuki bazarın müdürünün oğlu Məmmədov Emin mənə söz vermişdir ki, səni yerlə təmin edəcəyim. Amma söz verməklərinə baxmayaraq, hələ də 3 ildir ki, məni yerlə təmin etməmişlərdir. Hələ də mənə dəymiş zərəri ödəməmişlərdir. Bu azmış kimi mən bunlardan şikayətçi olduğum halda, şikayətçi olduğum üçün bu azmış kimi mənə o bazarda işləməyim üçün də kiralamağım, işləməyim kiminsə yerini icraya götürüb işləməyimə də icazə vermədilər, hədə qorxu gəldilər. Mən 3 ildir ki, işsiz qalmışam və mən iş sektorundan məhdudlaşdırılmışam. Bununla bağlı mən Şərur rayon prokurorluğuna şikayət etsəm də bunlar mənə bunu edir. Mənə hədə qorxu gəlirlər, mənə yer vermirlər. Hətta bu azmış kimi mənə işləməyim üçün kira götürüb yer də vermirlər işləməyimə. Məhkəmənin prosesləri bitdikdən sonra deyəlim ki, onların işçisi var idi. Yanğının onun səbəb olduğunu, qaza baxmadığı üçün, onun səbəbkar olduğunu, cinayət işini ona açmışlardır. Halbuki əsas səbəbkar bazarın yanmasının səbəbkarı olan bazarın müdürü Məmmədov Qasım Müslümoğludur ki, bazarı təhvil alarkən yanğın əleyhinə qurğuların işləməməsi, qaz sızma əleyhinə qurğuların işləməməsi səbəbindən bazarda yanğın baş vermişdir. Mən bunu məhkəməyə gedərkən məhkəmədə iddia qaldırdım ki, Məmmədov Qasım Müslümoğlunun səhlənkarlığı şəklinin nəticəsində bazar yanmışdır. Məhkəmənin göstərişi ilə orada prokurorun, Şərur rayon prokurorluğunun işçilərindən biri oturmuşdu. Demişdi, məhkəmə hətta orada qayıt dedi ki, Məmmədov Qasım Müslümoğluna da cinayət açılsın ki, onun səhlənkarlığı nəticəsində yanıbdır. Cəmaət öz haqqını istəyə bilsin. Bunu deməsinə rağmen yenə də Məmmədov Qasıma heç bir cinayət işi açılmadı. Mən 3 ildir ki, o bazardan məhdudlaşdırılmışam, işsiz qalmışam, ailə problemlərim olubdur. Övladlarımı keçindirə bilmirəm. Mən bu Azərbaycana 2 dənə əsgər övladı böyüdürəm. Mən nə etməliyəm? Keçimimi hardan sağlamalıyam? İndi təyin olunan Ceyhun müəllim dəfələrlə mən müraciət etsəm də yazılı şəkildə heç bir nəticə əldə eləməmişəm. Bu günə kimi mənim şikayətimə heç kim baxmayıbdır.